əziz tamaşaçılar, ciddi söhbət verilişi efirdədir və bu günləri internetdə olan problemlərdən danışacağıq. Qonağımız isə Azərbaycanın onlarla web saytının yaradıcısı, tanınmış xaker Cavid İskəndərlidir. Cavid bəy, xoş gəlmişsiniz. Çox sağ olun. Siz internetdə bir gənc mütəxəssis kimi nə ilə məşğul olursunuz? Mən sayt düzəldirəm, əsasən web saytlar, tanışlıq çatları, dile üzərində işləyirəm. Dostlarımla bərabər Azərkan Hacker qrupum var, biz saytlar dağıdırıq. Ümumiyyətlə, mənə maraqlıdır, siz internetin gələcəyini necə görürsünüz? Əşki, blog mu, boş şeydir. Facebook da lazım deyil. Azərbaycanın adına Tasnik kimi bir sayt lazımdır və əsasən çoxlu web saytlar. Bəs deyirəm ki, internetdə... Mən dedim axı, bu uşaq işi deyil. Ay qardaş, İnternetin efirdir. faydasını anlayan bütün mütəxəssisləri ikinci mülaqəsələrə dəvət edirik. Vallahi benlik deyil. Özü girdi, reklama çıx. 4 sentyabrda Nabranda Azərbaycan internet dünyasının ən gözlənilən, ən səs-küylü tədbiri Bloqosfer forumu başlayacaq. Sosial mediaya aid olan hər bir şəxsi, bloqçuları, developerlər, internet, yeni media, PR və marketing mütəxəssislərini 2-ci Bloqosfer forumuna dəvət edilir. Bloqçular bir arada.